Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şirah li sadri ve yessir li emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Aziz, kıymetli kardeşler, hürmetli cemaat. Alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, xeyir duası, bərəkət olsun. Allah Taala'nın müvəffəqiyyəti, onun yardımı və köməkliyi ilə fiqh dərslərimizə davam edirik. Bu dərsimizdə biz namazın rükunlarından ikincisi olan təkbiratul ihram, başlanğıc təkbiri haqqında öyrənəcəyik. Keçən dərsimizdə biz namazın rükunlarını öğrendik. Namazın rükunları yani namaza başladıktan sonra namazın içerisinde edilmesi hətmən vacib olan əməllər. Ta namazı bitirib tamamlayana kadar namazın içerisinde mütləq yerinə yetirilmesi vacib olan əməllər. Namazın şərtləri, namazın xaricində namaz qılana qədər mütləq yerinə yetirilməsi fərz, vacib olan əməllər idi. İnsanın müsəlman olması, həddi buluq yaşına çatması, ağlının başında olması, dəst namazda olması, özünün, namaz qılacağı yerin, paltarının təmiz olması, namaz vaxtının daxil olması, üzü qibləyə tərəf çevrilmək, insanın əynində paltarın olması, niyyət edib namaza başlamaq. Bunlar namazın şərtləri idi. Namaz qılmağa başlayana qədər görülməsi vacib olan işlər. Namazın rükunları isə namazın içərisində edilməsi vacib şərt olan əməllərdir. Bunlardan birincisini biz öyrəndik. Qiyamda dayanmaq. Əl-qiyamu ma'al qudra. İnsanın bacardığı təqdirdə qiyamda, yəni ayaqda dayanması. İkinci rükunu təkbiratul ihram. Başlanğıc təkbiri. Buyurur müəllif: "Və hiyə ruknun min erkanis salati bittifaqi ammatu əhlil ilmi." Açılış təkbirinin namazın rükunu olması alimlərin yekdil rəyi ilə rükundur. Alimlərin ümumi yekdil rəyi ilə namazın rükunudur. Limə yəti, aşağıda gələn dəlillərə əsasən. Birinci, Allah Resulü sallallahu aleyhi ve sellemin bu sözü: "Miftahus salati at-tuhur ve tahrimuha et-tekbir ve tahliluha et-teslim." Namazın açarı dəst namazdır. Namaza başlamaq, namazın açarı insanın dəst namazlı olmasıdır. Onun təhrimi, yəni namazdan qabaq görülməsi icazəli olan işlərin namazda ikən haram olub qadağan olması təkbirlə başlayır. Namazı bitirib sona çatmağı isə salamla olur. Açılış təkbirinin təkbiratul ihram adlanmağının səbəbi insanın namazdan qabaq etmiş olduğu əməllər ki var, yemək yemək, su içmək, söhbət edib danışmaq və yaxud da başqa işlərlə məşğul olmaq, bunlar icazəlidir, halaldır olar. Bunları namazda etmək icazəli deyil, qadağandır. Namazda insan istədiyi kimi danışa bilməz, yaxud istədiyi hərəkəti
edə bilməz. Məhz buna görə də açılış təkbiri adlanıb təkbiratu el-ihram. Yəni bu işləri görmək bu təkbirdən sonra icazəlidir. Təkbir yəni Allahu Ekber demək. Allahu Ekber demək. Namazı bitirib sona çatmaq isə salamladır. Sağa və sola salam vermək. Allah Resulü sallallahu aleyhi və səlləm namazını yaxşı qılmayan şəxsə deyir ki, İzə qumtə iləs-salati fəkəbbir. Namaz qılmağa qalxdıqda təkbir gətir. Yəni Allahu Ekberdir. Və fi lafzil hədisi el-musiil salatuhu, namazı yaxşı qılmayan şəxsə sözündə deyir ki, İnnehu la tetimmu salatu li ahadin minen nasi hatta yetevadda. Heç bir şəxsin namazı o dəstəmaz almayana qədər tam olmaz. Fəyada'ul vudu'a mevadi'ahu thumma yaqulu Allahu Ekber. Sonra demək dəstəmazı öz yerinə qoyur və dəstəmaz alır, sonra Allahu Ekber deyib əlini qaldırıb namaza başlayır. Bu da üçüncü dəlil. Möminlərin anası Ayşə radiyallahu anhadan gələn rəvayətdə deyir ki, Kənə Rasulullah sallallahu aleyhi və səlləm yəstəftihus salətə bit-təkbiri. Allah Resulü sallallahu aleyhi və səlləm namaza təkbirlə başlayardı. Yəni təkbirlə namazı açardı. Təkbir yəni Allahu Ekber demək. Təkbiru huna huve təkbirul ma'hudul-ləzi nəqaləthul a'immetu naqlan daruriyan xalfan an sələfi an nəbiyyihə sallallahu aleyhi və səlləm ənəhu kənə yəquluhu fi kulli salatihi Allahu Ekber. La yəqulu qayrəhu la mərrətən və la vahidətən. Təkbir yəni insanın namaza başlayarkən əllərini çiyinləri səviyyəsində qaldırıb Allahu Ekber deməsidir. Bunu Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhabələr, səhabələrdən tabiunlar və tabiunlardan da bu ümmətin salih sələfləri nəqil etmişdir. Zəruri bilinən dində məsələlərdəndir. Allah Resulü sallallahu aleyhi və səlləm bütün namazlarında, istər fərz olsun, istər nafilə olsun, başlayanda Allahu Ekber deyərmiş. Bir dəfə Allahu Ekber deyərmiş və Allahu Ekber sözündən başqa bir kəlmə ilə namazına başlamamışdır. Ömründə hətta bir dəfə belə olmuş olsa, Allahu Ekber deyib təkbir gətirməklə qeyri bir sözlə başlamamışdır. Başqa bir söz istifadə etməmişdir. Həmişə namazın qılanda bu təkbirlə başlamışdır. Allahu Ekber deməklə. Fələ yuczi'u lid-duxuli fis-salati ghayru qawlihi Allahu Ekber. Ona görə də kim namazına Allahu Ekber sözündən başqa bir kəlmə ilə başlayarsa onun namazı səhih deyildir. Yəni qəbul deyildir. Mütləq ki namaza başlayanda açılış təkbiri olan təkbiratul ihram, yəni Allahu Ekber deməklə başlamaq. Və həzə məzhəbu Thawri və Malik və Əhməd və Şafi'i. Və bu da İmam Sufyan el-Thawrinin, İmam Malik'in, İmam Əhmədin və İmam Şafi'nin sözüdür ki, kim namaza Allahu Ekber sözündən başqa bir söz ilə başlayarsa onun namazı sayılmır. Və huvə mərviyyun an İbn Məs'udin. Və bu da Abdullah ibn Məs'uddan gəlir. Sadəcə bu məsələdə İmam Əbu Hanifə rahiməhullah cumhura müxalif və əks olur. İmam Əbu Hanifə deyir ki, tənəqidus salatu bi kulli ismin lillahi təalə alə vəcihi tə'zim. İnsan əgər Allah subhanahu və təalanın demək təzim olan adlarından hansı ilə başlayarsa onun namazı sayılır. Yəni Allahu Ekber əvəzinə desə ki, Allahu el-Azim, Allahu el-Celil, aydındır, namazı sayılır. Yaxud da Subhanallah desə və ya Elhamdülillah desə, demək onun namazı sayılır. Buna da demək qiyas söyləyir İmam Əbu Hanifə. Lakin doğru olan görüş cumhurun rəyidir. Doğru olan görüş cumhur alimlərinin rəyidir. Peyğəmbər sallallahu aleyhi və səlləm necə ki namazı
yaxşı qılmayan kişiyə deyir ki, namaza qalxdıqda fəkəbbir. Allahu Ekber de. Namaz qılmağa başladıqda fəkəbbir Allahu Ekber söylə. Bir mövzu daha var. İnşallah bununla bitiririk. La yasihhu bi gayril arabiyyati lil qadiri aleyha. Namazın açılış təkbirin ərəbcədən başqa bir dildə söyləmək icazəli deyildir. O şəxs ki, bunu söyləməyə qadirdir, gücü çatır. La yasihhu təkbiru bi gayril arabiyyati lil qadiri aleyha. İnsanın gücü çata-çata, imkanı ola-ola təkbiri ərəbcədən başqa bir dildə söyləməsi doğru deyildir. Li'ənnən nəbiyyə sallallahu aleyhi və səlləmə innəmə kənə yukəbbiru bil arabiyyəti və ləm ya'dilu an zəlikə əbədən. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm namazın açılış təkbirin ərəbcə söyləmişdir və o əsla və əsla bir dəfə belə olsun başqa bir dilə, başqa bir ləfzə meyil etməmişdir. Və huvəl qailu sallu kəmə rəəytumuni usalli. O Peyğəmbər sallallahu aleyhi və səlləm bizə deyir ki, mən necə namaz qılıramsa, siz də elə namaz qılın. Mən necə namaz qılıramsa, siz də o şəkildə namaz qılın. Allah Resulü sallallahu aleyhi və səlləm bütün açılış təkbirlərində istər fərz namazlar olsun, istər nafilə namazlar olsun, təkbiri ərəbcə söyləmiş, Allahu Ekber demiş və bir dəfə belə olsa, başqa bir dilə və başqa bir ləfzə ki, az əvvəl oxuduq, Subhanallah demək, yaxud Elhamdülillah demək, yaxud Allahul Cəlil, Allahul Azim demək meyil etməmişdir. Əmmə qayrul qadir alə təkbiratil bil arabiyyəti. Amma ki, ərəbcə deməyə gücü çata bilməyən şəxs, təkbiri ərəbcə deməyə, Allahu Ekber deməyə gücü çatmayan şəxs, fəl-vacibu aleyhi təallumuhu. Onun üzərinə düşən öyrənməsidir. Və huvə yəsirun. Asandır. Yəni, baxın, Allahu Ekber. 2 dənə kəlmədir. 2 dənə kəlmədir. Bütün dillərdə də Allah sözü var. Bir dənə orada əkbər sözün öyrənib yadda saxlayacaq, yaxud da əlində tutub oradan oxuyacaq. Vacibdir. فَإِنْ خَافَ خُرُوجُ الْوَقْتِ قَبْلَ أَنْ يَتَعَلَّمَهُ أَوْ لَمْ يُحْسِنِ التَّكْبِيرُ بِالْعَرَبِيَّةِ مُطْلَقًا فَإِنَّهُ يُكَبِّرُ بِلُغَتِهِ وَاللّٰهُ تَعَالَى أَعْلَمُ. Əgər bir insan təkbiri öyrənməyə vaxt çatmamışdan qabaq, namazın vaxtının çıxmağından qorxsa, yəni mən bu təkbiri ərəbcə deməyi öyrənəcəm, amma o müddət ərzində namazın vaxtı çıxa bilər. Belə olan halda öz dilində söyləyə bilər. Yaxud da təkbiri ərəbcə mütləq şəkildə deməyi yaxşı bacarmır. O zaman öz dilində deyə bilər. Bu da Allah bilir ən doğrusu rəydir sadəcə. Sadəcə bir rəydir. İnsan təkbiri öyrənənə qədər namazın vaxtı çıxarsa əgər, o zaman bəzi alimlər deyir ki, təkbiri öz dilində deyə bilər. Yaxud da ərəbcə yaxşı deyə bilmir, o zaman öz dilində deyə bilər. Yenə dediyim kimi sadəcə bu rəydir. Doğru olan təkbiri ərəbcə demək fərzdir, vacibdir və olduqca asan və rahatdır bunu ərəbcə söyləmək. Beləcə biz namazın 2-ci rükunun öyrəndik. Yəni açılış təkbiri, təkbiratu əl-ihram. 14 rükundan 2-cini öyrəndik. İnşallah gələn dərsimizdə biz namazın hər rükətində Fatihə surəsi oxumağı öyrənəcəyik. Allah Teala bizləri eşidib başa düşüb faydalanan və ən gözəlinə tabe olan kullarından etsin.